Salam əziz izləyicilər. Mən bugün Türk mətbəxinə aid olan şəkərpare şirniyyatını hazırlayıram. Bu şirniyyatı hazırlamaq üçün mənə lazım olan ərzaqlar 250 qram yağ. Mən kərə yağından istifadə edirəm, amma istənilən yağlardan istifadə eləmək olar. 2 yumurta, 1 stəkan şəkər tozu. Bunu koyuyorum oraya. 1 stəkan manna yarması, 1 çay kaşığı vanil, 1 çay kaşığı kabartma tozu, 4 stəkan da un. Mən burada 4 stəkan un hazır koymuşam, eləmişəm. Amma əslində yumurtanın böyük kiçiliyinə görə unun miqdarı dəyişə bilir. Yəni biraz az ola bilər. Yumurta biraz böyük olsa onu da çox eləmək olar. Bu şirniyyatı hazırlamaq üçün öncədən mənə lazımdır 3 stəkan şəkər tozu, 3 stəkan su. Yəni şərbəti hazır eləmək üçün. Əvvəlcədən şərbəti hazırlamaq üçün mənə 1 stəkan oradan peçete ver. O gündə ver. Ve su. Su lazımdır bize. Şerbeti hazırlamak için. Yağı onu qeyd eləmək istəyirəm ki, soyuducudan çıxardan kimi istifadə eləmək olmaz. Yağ saxlamışam biraz yumuşalı. Ondan sonra hazırlama qaydasını. Bunun üçün biz şəkər tozunu əlavə edək. Kabartma tozu. Biraz qarışdıraq. Məryəm, o bir qabı ver. Yumurtanın qabığını dağıtım. Deməli, bir dənə yumurtanı bütöv. İkinci yumurtanı elə bir sarısını saxlayır ki, şəkərparənin üzünə seçmək üçün. Manna yarmamızı əlavə edirik. Ununu hamısını bir dəfəyə yox. Elə bir yarısını əlavə eləyək. Xəmiri yoğurduqca lazım olsa dəstən eləyərik. Unun qədəri 4 stəkandır. Ərzaqların qədərini, miqdarını videonun alt bölümləri qeyd eləyərəm dəqiqliyinə. Sonra üzerine vuracağım. Bunları eləyəndən sonra üzerine yumurta vuracağım da yumurtanı sarsın. Şəkərpare şirniyyatının xəmiri demək olar tam hazırdır. Çox sırt xəmir deyil. Təbii ki, normal yumuşaq, qəşəng yağlı xəmirdir. Amma mən 4 stəkan unu ayırmışdım. Deməli, o 4 stəkan unun hamısı bura getmədi. Bu qədər qaldı. İndi bizim ölçüyə görə 4 stəkanın nə qədərə biz istifadə eləmişik. Deməli, yarım stəkana qədər unumuz qaldı. Bu xəmirə biz 3 stəkan yarım un işlətdik. Tam xəmirimiz hazır. İndi keçək şəkərparənin hazırlanmasını. Şəkərparələrimizi hazırlayaq. İstənilən figurda eləmək olar, yəni yumru hal şəkildə eləmək olar, uzun soy eləmək olar. Mən uzun soy formada hazırlayıram. Böyüklərinə incəlik vereyim.
Şəkərparələri hazırladım. Elə bil ümumi 26 ədəd şəkərparə çıxdı. Şərbətimiz hazır olur. Şərbətimizə limonun 1/4 hissəsi şərbətə atıram və şərbətin altını söndürəcəm. İndi yağın üzünə elə bir çəngəllə biz qoyarım. İndi biz bunu sobaya yerləşdirək. Mən bunu 160 dərəcədə üzü qızarana qədər elə bir sobada saxlayacağım. Mənim sobam 160 dərəcədə çox gözəl tortlardır, nə bilim peçenilərdir zatdır. Mən 160 dərəcədə hazır eləyəndə, amma sobadan sobaya fərq var. Məsələn, hərənin evində bir cür soba var. Çox adətən xanımlar soruşur neçə dərəcədə bişirmək olar. Sobadan sobaya fərq var. Məsəl üçün mənim sobam itmaz sobasıdır. Mən onu 160 dərəcədə bütün tortlarımı da səhifəmdə buyurub baxa bilərsiniz. Orada tortlar hazırlamışam. Sifarişdə bu arada qeyd edim ki, qəbul edirəm. Orada bütün nə hazırlamışam demək olar tortları zaten. Mən 160 dərəcədə hazırlamışam. Şəkərbura paxlavanın çıxmaq şərti ilə. İndi aparaq bunu yerləşdirək sobamıza. Şəkərparələr hazır oldu. İndi onun şərbətini əlavə edeyim. Şərbətini əlavə edəndən sonra elə bir haradasa çox yox 2 saat qalmalıdır elə bir şərbətdə. Çox əla ləzzətli şirniyyatdır. Yəni biz uşaqlar evdə bu şirniyyatı çox xoşlayır. Çox ləzzətli şirniyyatdır həqiqətən. Yəni hazırlamağa dəyər. Siz də hazırlayın, xoşlayın. Səbirlə bizi izləmənizə görə təşəkkür edirəm. Çox sağ olun.